Salam değerli izleyiciler. Her birinizi hoş gördük. Gününüz xeyirli, uğurlu olsun. Hər birinizə gözəl bir gün arzulayıram. Değerli izleyiciler, bugün mən yarpağı tam susuz şəkildə qışa nə cür bağlamaq lazımdır, onu sizlərlə paylaşıram. Yarpağı yığan arada yarpız da yığdım. Ondan da qəşəng bir çay dəmləmişəm. Həmçinin burada tut və moruq yarpağı görürsüz. Ondan da əlavə olaraq dolma hazırlayacağım. Yarpaqları artıq dəstələmişəm. Burada iki cür yarpaq var. Həm Isabella üzümünün tüklü yarpağı, həm də Ağşanı üzümünün baxın tam tüksüz şəkildə olan yarpağı. Hər iki növ çox gözəldir. Mən isə Isabella üzümünün yarpağını çox bəyənirəm. Çünki ondan hazırlanan dolmalar turşməzə, daha turşməzə olur. İlk əvvəlcə bankanı yaxşı şəkildə sterilizə edirik. Sirkə və soda ilə yuyuruq, buxarda sterilizə edirik. Qapaq da həmçinin təzə olmalıdır. Onu da sterilizə eləyirik. Banka tam quruduqdan sonra baxın yarpaqları bu şəkildə heç nə əlavə etmədən sıx şəkildə bankanın içərisinə yığırıq. İstəyirsiniz adicə ortadan qatlayın və yaxud dördbükün. Heç fərq eləməz. Hər dəfə bankanın içərisinə qoyduqdan sonra əlimlə möhkəm bastırıram. Bu ondan ötürüdür ki, daha çox yarpaq yerləşsin. Yəni ki, az da olsa xarab olmur. 5 nəfərlik ailə üçün baxın belə 750 qramlıq bankanı sıx şəkildə doldurduqda bir qazan dolmanı rahatlıqla hazırlaya bilirsiniz. Bütün yarpaqları bu qayda ilə bankaya sıx şəkildə yığıram. Yığdıqdan sonra burada əsas məsələlərdən biri də odur ki, bankanın ağzını kip şəkildə bağlamaq lazımdır ki, içərisinə hava girməsin. Heç bir yəni ki, yarpağın nəmliyi olmasın, su dəyməsin. Əsas odur, təmiz olsun. Mən həyətdən yığdığım üçün yarpaqlarım da təmizdir, həm dərmansız yarpaqlardır. Tam rahatçılıqla, ürəklə hazırlaya bilirəm. Onu da qeyd edeyim ki, indi fikirləşəcəksiniz ki, artıq vaxtı keçib. Mən sentyabrın axırınacan yarpaqları həyətimdə üzüm var. Uc yarpaqlarından, baxın bu qayda ilə hər dəfə təzələri çıxdıqca bağlayıram. Onu da qeyd edeyim ki, indi yəqin burada fikir verirsiniz ki, Isabella yarpağı bir qədər qalın görünür. Onun qalın görünməyinə fikir verməyin. Buxar dəyən kimi yumşaq olur. Dolması da həqiqətən çox ləzzətli olur. Turşməz olduğu üçün mən çox bəyənirəm. Onu da qeyd edeyim ki, kanalımda başqa cürdə, yəni yarpaq bağlama videoları var. Amma bu şəkildə olan çox rahat, yarpaqlar kəhraba kimi 2-3 gün ərzində sapsarı olur. Bir il belə saxlasanız qorxusu yoxdur. Nə qədər istəyirsiniz saxlayın. Əsas odur ki, gün düşən yerdə olmasın, bir də ki, sərin yerdə saxlayın. Bu qayda ilə bağlanan yarpaqlar həm sizə can rahatlığıdır, həm də dadı, ləzzəti, tamı öz yerində olacaq. Artıq yarpağımız hazırdır. Bu şəkildə can rahatlığı ilə hazırlaya bilərsiniz. Qəti əmin olun, əminliklə deyirəm ki, xarab olmur. Bir daha qeyd edirəm ki, yarpaqlara qəti şəkildə nə su, nə duz vurmuruq. Tam quru şəkildə, bax bu şəkildə yığırıq, üst-üstə bağlayırıq. Değerli izleyiciler, eğer videom sizin xoşunuza gəldisə kanalıma abunə olmağı, rəy yazmağı, videolarımı yaxınlarınızla paylaşmağı unutmayın. Hər birinizə əvvəlcədən öz təşəkkürümü bildirirəm. İnşallah gələn videolarda görüşərik. Sağ olun, salamat qalın.